Bəzən elə insanlar baxırlar, möminlər insanlar baxırlar ki, o insanlar danışırlar, xoşbəxtlikdən danışırlar, insanlara öz şeyini danışırlar, həyatını danışırlar. Bəzən görürsən o, yəni icarəyə götürdüyü maşından gəliblər, nə qədər borcu var, xoşbəxtlikdən danışırlar, amma danışdığı şey özləri yalançıdırlar. Məsəl üçün sənin bir dənə telefonun xarab oldu. Dükana gedəcəksən. Yəni sən telefonun xarab olan vaxtı dükana getmədiyin kimi, təmirçiyə getdiyin kimi, hətta təmirçinin lap yaxşısını axtardığın kimi Allah Subhanahu taala səni yaradıb. Allah Subhanahu taala səndən daha yaxşı tanıyır. Sənə nə xeyirlidir Allah Subhanahu taala bilir. Sən Allahın sözlərini dinləməyib, o fəlsəfəçilərin, o psixoloqların yanına gedib, onların sözünü dinləyib, onların məsləhətini götürmək istəyirsən. Deyək ki, ateist, dinsiz, din barəsində yazır, din əleyhinə sözlər, söyüşlər və s. yazır. Gecə saat 3-ə kimi, gecə saat 3 olur, yatmaq istəyir, yata bilmir. O Allahı varlığını inkar eləyir, dinsizdir, amma Allahın əzabından qorxur çünki bilir ki, Allah Subhanahu taala var. O fitrəti onu deyir. Bu dinsizliyin sonu intihara aparır. Çünki özü ilə mübarizə aparır. Yəni elə bir yol seç ki, sənin bir adın qalsın, adın yaxşıya zikr olunsun. Bu dünyada da, axirətdə də xoşbəxt. Sən özünə bir yol seç. Əgər dünya və axirətdə xoşbəxt olmaq istəyirsənsə, bu hidayət yolunu seç. Allaha dua elə ki, Allahım bizi müstəqim, doğru yola yönəlt.